Doktor, yeni başlayan ishalım var. Antibiotik içməliyəmmi? Xeyr. Niyə? Xeyr dedimsə deməli xeyr. Birincisi, antibiotika başlamanın öz şərtləri var. İkincisi də antibiotika öz başına başlamaq olmaz, həkim başlamalıdır. Bəs niyə yeni başlayan ishalda antibiotik tədavisinə başlamaq olmaz? 1. Genəlliklə yeni başlayan ishalın ən sıx səbəbi virus olur və antibiotik virusa təsir etmir. 2. Antibiotik normal bağırsaq mikroflorasını pozub ishalı əksinə ağırlaşdıra bilər. 3. Hər lazımsız istifadə etdiyimiz antibiotik gələcəkdə bizə lazım olduqda təsir etməyə bilər. 4. Ən son və ən mühüm olan, özəlliklə uşaqlarda və yaşlılarda daha yüksək riskli olub, antibiotik sonrası hemolitik üremik sendromun inkişaf etməsidir. Bu nədir? Dərin anemiya və böyrək çatışmazlığı ilə nəticələnən həyati təhlükə kəsb edən bir vəziyyətdir.